Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün qatları vərək kimi tək-tək sayılan, xırçıltılı, çox ləzzətli, dadından doya bilməyəcəyiniz sobada möhtəşəm çudular hazırlayacağım. Xəmiri yoğurmadan öncə mayamızı aktivləşdiririk. Bunun üçün 1 çay qaşığı dolu quru maya götürürük. Üzərinə 1 çay qaşığı şəkər tozu əlavə edirik və ümumilikdə yarım stəkan, yəni 100 ml ilıq süd götürmüşük. Südün yarısını əlavə edirik mayanın, şəkər tozunun üzərinə, qarışdırıb və mayamızı gözlədirik ki, bir 10 dəqiqə, 15 dəqiqə maya biraz aktivləşsin. Və mayanı mən qarışdırıb radiatorun üzərinə yerləşdirirəm ki, yəni isti dəydikcə mayamız tez aktivləşsin. Bu müddətdə də xəmiri yoğuracağımız qabın içərisinə 520 qram un əlavə edirik. Bu da 4 stəkan un eləyir. Üzərinə 1 çay qaşığı dolu duz əlavə edirik və unu duzla birlikdə qarışdırıb orta hissəsində bir çuxur açırıq. Üzərinə 2 ədəd ağlı sarlı yumurta əlavə edirik. 100 qram ərinmiş kərə yağı əlavə edirik. Mütləq çalışın ki, ərzaqlar hamısı ev temperaturunda olsunlar, xamadır, yumurtadır, qətiyyən soyuq olmasınlar. Və 100 qram da xama əlavə edirik. Mən 20%li xamadan istifadə etdim. Və bu müddətdə də gördüyünüz kimi maya artıq aktivləşib, şişib, köpüb. Mayanı da əlavə edirik üzərinə. Qalan ki, görürsünüz bir qədər süd qalıb. Həmin bu südü də elə digər qabımız mayalı olduğu üçün həmin qabın içərisinə əlavə edib qarışdırıram. Südü də xəmirin üzərinə əlavə etdikdən sonra başlayıram xəmiri yoğurmağa. Xəmir orta yumşaqlıqda ələ yapışmayan bir xəmir olur. Xəmiri yaxşı-yaxşı yoğururuq və mayalandırırıq. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Videolarımı bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın və bir kəlmə olsa belə şərh yazmadan keçməyin. Çünki siz də bununla kanalımızın böyüməsində mənə çox böyük dəstək olmuş olursunuz. Əgər Instagram səhifəniz varsa, Instagramda da Kəmalə Kərimli 82 yazaraq Instagramdan da mənə dəstək olun. Orada da hədəfimiz 300 mindir. Yəni 300 minlik ailə olaq orada da. Kimin ki Instagram səhifəsi var, orada da mənə dəstək olsanız çox sevinərəm. Dəstək olan hər kəsdən də Allah razı olsun. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Mənim hazırladığım bu xəmirdən 19-20 ədəd çuda alınır. Amma siz biraz artıq bişirmək istəsəniz, onda ərzaqların miqdarını 2 dəfə artıraraq xəmiri artıq yoğura bilərsiniz. Gördüyünüz kimi ələ yapışmayan orta yumşaqlıqda bir xəmir oldu. Üzərini örtüb qalın bükürəm ki, tez mayalansın. Hardasa 1 saat yarım xəmiri mayalandırdım. Xəmir mayalanan müddətdə də içlik hazırlayıram. Əvvəlcə tavanın içərisinə biraz bitki yağı, duru yağ əlavə etdim. Yağ isindikdən sonra içərisinə 300 qram qiymə ət əlavə edirəm və 150 qram da soğandır. Soğanı amma mən ət maşından keçirtməmişəm, rondodan keçirtmişəm. Soğanı da əlavə edirəm. Əvvəlcə qazın gür atəşində biraz çiyliyi gedənə qədər tez-tez qarışdırıram ki, ət öz kəfini çıxartmasın. Daha sonra duzun, istiotunu vururam və qapağını üzərinə yerləşdirib 5-6 dəqiqədə bişirib, yəni suyu tam quruyanadək bişirib götürürəm. Xəmir artıq çox gözəl mayalanıb. Mayalanmış xəmiri əvvəlcə biraz havasını alıram ki, maya qoxusu gəlməsin. Daha sonra isə eyni bərabərdə olmaqla 7 hissəyə bölürəm və kündələyirəm. Mən çuduları 7 kündədən hazırladım və gördüyünüz kimi qatları da hamısının tək-tək, vərək-vərək çox gözəl bilinir. Amma bunları kündələdikdən sonra mütləq kündələrin də üzərini örtüb bir hardasa 15-20 dəqiqə gözlətmək lazımdır ki, kündələr biraz dinlənsinlər ki, yayarkən rahatlıqla yayılsın. Mən hətta deyərdim kündələrimi bir 20-25 dəqiqə müddətində gözlətdim. Daha sonra isə götürürəm bir-bir üzərinə altına un səpərək yayıram. Mən əvvəlcə 2 kündəni yayıram, mənə rahat olsun deyə. 2 kündəni yaydıqdan sonra artıq başlayıram yuxaları yağlayıb üst-üstə yığmağa. Hamısını birdən yaymıram. Bir-bir yaydıqda, yağladıqda, məsələn bir kündəni yayırıq, onu yağlayarkən digər kündəni keçib artıq biz kənarda yayıb gətirib üzərinə yerləşdirincə o bir kündən üzərində olan yağ donur və nəticədə də bişirdiyiniz bişmişin qatı çox gözəl alınır. İncə şəkildə gördüyünüz kimi belə yayıram, bir kənara yerləşdirdim. İkinci kündən də burada yayıram. Yəni videomuz çox uzun alınmasın deyə elə 2 kündən yayılmasını sizlərə göstərirəm. 2 kündən yaydıqdan sonra artıq başlayıram yağlamağa və yağladıqca digər kündələri də kənarda bir-bir yayıb gətirib üzərinə yerləşdirirəm.
Çudunun xəmirini hazırlayacağım. Süfrənin üzərinə əvvəlcə biraz bitki yağı, duru yağ əlavə edirəm. Hər tərəfini yağlayıram. Burada da mütləqdir ki, duru yağla yağlayın. Əgər kərə yağı ilə yağlasaz, onda alt xəmir yapışacaq və siz onu bükərkən rahatlıqla bükülməyəcək, xəmir qırıla bilər. Ona görə mütləqdir ki, burada duru yağla yağlansın əvvəlcə masanın üzəri və gördüyünüz kimi ilk yuxanı əlavə edirəm, yerləşdirirəm və kənarlardan ehmalca nə qədər gəlirsə dartıb yapışdırıram. Kündələri yağlamaq üçün də 250 qram kərə yağını əvvəlcədən əridirəm, hətta qaynadıram ki, tamamilə ayranından, tortasından ayrılsın. Daha sonra isə süzürəm. Yəni bizə lazımdır təmiz kərə yağı olsun. Və 250 qram kərə yağı da 7 kündənin arasında, yəni yağlamaq üçün bəs edir. Biz 6 kündəni yağlayırıq, son 7-ci kündənin üzərini isə yağlamırıq. Və beləcə gördüyünüz kimi 2 kündəni öncədən yaydım və belə yağladım, üst-üstə yerləşdirdim. Artıq burada mən keçirəm digər kündələri bir-bir yaymağa. Yəni ikinci kündəni yağladıqdan sonra digər masanın üzərində artıq mən 3-cü kündəni yayıb gətirib üzərinə yerləşdirəcəm. Kündələri belə bir-bir yaydıqca ara qatlardakı yağlar da donacaq, bərkiyəcək və nəticədə də bişərkən qatlar çox gözəl alınacaq. Bir də burada baxın vacibdir ki, dartarkən çalışın ehmalca dartın ki, yəni bu yuxalar cırılmasınlar. Cırılsalar onda sizin bu bişirəcəyiniz məsələn çudu olsun, qoğal olsun, onların qatları alınmaya bilər. Ona görə mütləq nə qədər gəlirsə o qədər dartın. Çox dartıb yuxaları cırmaq lazım deyil. Bilirəm xanımlara maraqlı olacaq, soruşacaqlar. Ona görə buradan özüm qeyd etmək istəyirəm ki, mənim istifadə etdiyim bu silikon süfrənin eni 42 santimetrdir. Uzunluğu isə 60 santimetrdir. Yəni mənim yaydığım xəmirin eni uzunu bu qədərdir. 60-ın 42-yə. Ən sonda 7-ci kündənin üzərini gördüyünüz kimi qətiyyən yağlamadım. Bir də kənarlarda biraz belə əyrilik olduğu üçün kənarları bıçaqla kəsib çıxardıram. Onları da təbii ki israf etməyəcəm. Kənardan çıxartdıqlarımdan bir ədəd çudu hazırladım. Digər qalan xəmirləri də kəsib o digər kündələrin orta hissəsinə yerləşdirəcəm. Və 2 barmaq enində olmaqla kəsdim. Ümumilikdə bu xəmirdən 18 çudu alındı. Bu kənardan ki kəsdiklərim var idi. Həmin xəmirlərdən də bir çudu alındırdım. Yəni 19 ədəd çudu alındı məndə. Yəni 19-20 ədəd rahat çuda alınır bu xəmirdən. Biraz artıq bişirmək istəsəniz, onda qeyd etdiyim kimi reseptdə olan ərzaqların miqdarını 2 dəfə artıraraq bir qədər çox da bişirə bilərsiniz. Hamısını ehmalca rulonları görürsünüz, bükürəm. Hətta rulonları bükərkən biraz özümə tərəf belə darta-darta ehmalca yavaş-yavaş bükürəm ki, qatlar qaçmasın, hamısı eyni bərabərdə qalsın. Rulonları bükdükdən sonra yenə də salafanın altına yığırıq və bir yarım saat gözləmək lazımdır. Bunları gözlətməsək, içərisini oyub içliyi qoyarkən rahatlıqla bükə bilmərik. Mütləq gözlətmək lazımdır. Baxın, kənardan çıxan xəmirlərdən bir yenə rulon düzəltdim. Qalanlarını isə belə kəsmişəm. Onları da bu rulonların orta hissəsinə yerləşdirəcəm. İçlik qoyarkən onu da görəcəksiniz. Və yarım saat bu rulonları gözlətdikdən sonra artıq başlayıram içliyi qoyub bükməyə. İçliyə mən burada zirinc də əlavə etmişəm. Zirinc də içliyə çox gözəl dad verir. Xüsusilə də ətli, qiyməli içliklərdə zirincin dadı möhtəşəm olur. Yəni ürəyiniz istəyirsə zövqə görə əlavə edə bilərsiniz. Və rulonlar yarım saat dinləndikdən sonra bir-bir götürürük. Baxırıq hansı üzü biraz qatları nahamardsa, həmin hissədən xəmirin kənarın orta hissəyə gətiririk və başlayırıq orta hissəsində belə oyuq açmağa. Və gördüyünüz kimi o artıq qalan ki xəmirlər vardı, kənar hissədən kəsmişdim. Onları da orta hissələrini az-az gətirirəm, belə yerləşdirirəm, yəni israf olmasınlar və 2 çay qaşığı dolu içlikdən əlavə edirik. Rahatlıqla belə bükürük. Bükərkən mütləq alt hissəni belə yaxşı bükün ki, bişərkən açılmasınlar. Və demək olar ki, eynən badambura formasını veririk. İstifadə etdiyimiz, hazırladığımız bu içlikdə 19 ədəd kündənin hamısına yetərincə çatdı. Hazırladığım çuduları mən sobada hazırladım, sobada bişirdim. Amma istəsəniz qazanın içərisində, duru yağın içərisində də bişirə bilərsiniz. Yəni eynən bu resepti həm sobada, həm yağda, tavanın içərisində bişirə bilərsiniz. Bu da artıq qalıb sizin zövqünüzə, sizin istəyinizə. Və hamısını gördüyünüz kimi bu üsulla hazırlayırıq. Amma mütləq içərisini oyarkən ara bir baxmaq lazımdır ki, yəni bu ortada olan qat, yəni mərkəz hissə kənara qaçmasın. Orta hissədə qalsın. Ona görə ara bir xəmirin belə içərisini oyarkən mən mütləq belə çevirib baxıram ki, yəni həmin o qatlar
qaçmasın, orta hissədə qalsın. Eynən belə badambura formasını veririk, yığırıq. Yenə də bunları hazırladıqdan sonra listin içərisində də mütləq gözlətmək lazımdır. Yəni istədiyiniz nəticəni almaq üçün istəyirsinizsə belə gözəl alınsınlar, qatları hamısı tək-tək bilinsin, mütləq gözlədə-gözlədə hazırlamaq lazımdır. Mən bu dəfə hazırladığım çuduların üzərinə yumurta da çəkmədim. Yumurta çəkəndə biraz qatları çox gözəl görünmür. Bu dəfə yumurta çəkmədən hazırladım. Gördüyünüz kimi qatları çox gözəl, hamısı tək-tək bilindi, çox gözəl alındı. Özüm də çox bəyəndim. Amma yenə də istəyə görədir, istəsəz yumurta da çəkə bilərsiniz üzərinə, fərq etməz. Və beləcə hamısını hazırladıqdan sonra məsafəli şəkildə listimizə düzürük. Qeyd etdiyim kimi soba listinin içərisində də mütləq gözlətmək lazımdır. Ən azı bir 25 dəqiqə gözlətmək lazımdır. Üzərini örtüb bir 25 dəqiqə gözlədirik. Gördüyünüz kimi artıq görürsünüz, çox qəşəng mayalanıblar. Kündəsini aldıqdan sonra sobanı da öncədən yandırırıq. Mən 160 dərəcədə konveksiya rejimində sobanın ən alt gözündə 40-45 dəqiqə müddətində bişirdim. Qeyd etdiyim kimi üzərinə də qətiyyən yumurta çəkmədim bu dəfə və çox gözəl alındılar. Və budur, çudular artıq bişib hazır oldular. Gördüyünüz kimi qatları hamısı vərək-vərək, hamısı tək-tək bilinir, çox gözəl alınıblar. Süfrəyə verərkən də üzərinə sumaq əlavə edərək servis edə bilərsiniz. Xına kimi qəşəng qıpqırmızı qızarıblar, həm altı, həm üzəri. İnandırım sizlər ki, yedikcə dadından doymaq olmur. Üzəri qəşəng xırçıltılı, içərisi də çox ləzzətli, möhtəşəm çudular alınır. Mütləq hazırlayın, geri dönüşlərinizi gözləyəcəm. Baxın, bu da qatları. Üzərində olan qatlar necə bilinirsə, tək-tək sayılırsa, içərisində də qatları hamısı tək-tək bilinir. İnanın, o qədər ləzzətlidir ki, möhtəşəm bir dadı var da, yəni yedikcə dadından doymaq olmur. Mütləq bu reseptlə hazırlayın. 100% bilirəm ki, çox bəyənəcəksiniz. O qədər zərif, kövrək alınıb ki, belə qatlar əl vurduqca sanki ovulur, tökülür. Çox gözəl alınıb həqiqətən də. Qarşıdan da müqəddəs Ramazan ayı gəlir, Novruz bayramı gəlir. Bayram süfrələriniz üçün hazırlaya bilərsiniz. Həqiqətən də çox gözəl bir təamdır, mütləq hazırlayarsınız. Ümid edirəm ki, bu videonu da bəyəndiniz. Göz haqqınızı halal edin. Videonu izlədiyiniz üçün hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.